2 mərtəbə, bəli, 2 mərtəbə 240 kvadratlıq, harda hökməllidən qalxdın, təzə məscid var Qobuda. 3 nömrəli məktəbə yaxındır. Ev həqiqətən çox ideal qiymətədir. Bir dənə evdən tanışala. Otaqlar, yəni bugünkü gündə bu bazar qiymətləri ilə bu ev demək olar ki, hava idi. Yəni otaqlar çox genişdir, 2 mərtəbədir. Ta ki bir dənə də altda mərtəbəsi var. Demək olar ki, 3 mərtəbədir. Geniş həyətdən bütün kommunalları olan, qazı, işığı, suyu tam təmirli ev axtarırdınsa, daha axtarmağa dəyməz. Hamam ayrı, sanuzel ayrı. Yəni, tam təmirdə alıb, yəni bunun üstünə pul qoymağa ehtiyac yoxdur ki. Buradan gəldi, koridorun genişliyinə bax. Həqiqətən çox genişdir. Buradan da gəldi, bir dənə burada çox böyük zalı var. Zal hardasa 40 kvadratdan yuxarı təkcə bunun zalıdır. Pəncərələrin hamısının qabağı boşdur. Ev həqiqətən çox keyfiyyətlidir. Yəni, mən bunu bilirəm, yəni tikilişin təmirə bax. Həqiqətən göz oxşayır. Qiymət haqqında məlumat verəcəm. Deyəcəksiniz ki, niyə bu qiymətə satır? Yəni, bu qiymətə həqiqətən çox ideal qiymətdir. Buradan gəldi, baxın, ev çox sərin gəldi. Buradan gəldi, bir dənə burada çox geniş yataq otağıdır. Ölçülər çox yaxşıdır. Bütün otaqlarda kombinin radiatoru var. Bütün pəncərələrin roşotkaları var. Hər bir tərəfi də qoşadaşdır. Hər bir tərəfi də qoşadaşdır. Keçib indi mətbəxliyi ilə sizə göstərim, məlumat verəcəm. Buradan da gəldi, bir dənə burada geniş mətbəxlidir. Mətbəx mebelinə deyir 3500 manat pul vermişəm. Endirim eləməsəm, düz endirim eləsəm üstünə saxla edə bilərəm. Böyük endirim istəyirsən mətbəx bölümünü deyə götürüb aparacam. Yəni pul vermişəm də. Bu bütün pəncərələrin qabağı boşdur. Qiymət haqqında tam məlumat verim sizə. Qiyməti bu cür 2 mərtəbəli. Bura birinci mərtəbədir. Bunun elə ikinci mərtəbəsi var. Plus bir dənə də aşağı mərtəbəsi var. Qiymət haqqında məlumat verim, sonra çıxım birdən tanış edeyim sizə. Qiyməti 66500 manata. Bugünkü gündə bu qiymətə sənin mümkün olan şey deyildir. Bu da çöldən görünüşüdür. Həqiqətən belə bir evi, 2 mərtəbə evi sən mümkün deyil ki, 3 mərtəbə, 3-cü mərtəbə, 2-ci mərtəbəyə isə xodu, deyir pulum olmadı, təmir eləyə bilmədim. Aşağıda 3 otaq bir mətbəxdir, 120 kvadrat. 120 kvadrat yuxarıda, plus aşağısı da var, su basenası da var, bütün şotçikləri var. Fikir versən, hər tərəf açıqlıqdır. Bir dənə, buradan 2-ci mərtəbəyə xodu, içərdən də qoya bilərsən. Bura xod yeri olub. Özü prosto bağlayıb, deyir imkan olmadı oranda təmir eləməyə. Plus 1-ci mərtəbəyə bax. Plus 1-ci mərtəbə. Bunu da hesablasın, vəbşə 360 kvadrat eləyir. Burada da padval deyil də bu. Demək olar qupqurudur, qumdur yer. Quraqlığa bax. Baxın. Kəmərləri görürsünüz, kolonları görürsünüz. Yəni həqiqətən qiymət idealdır. Yəni qiymətinə görə bu evi 85 mindən, 85 min manatdan. Yəni qiyməti saldı bu qiymətə. Yəni görürsünüz aşağısı yunla hava keçməsin deyə düzəldib. Bütün otaqlara da yuxarıda necədirsə aşağılara da xodu var. Yəni ev həqiqətən ev alıcısansa, yəni bu evi qaçırma həqiqətən. Yəni tərifləmək, belə evləri tərifləməyə ehtiyac yoxdur. Ev özü elə adamla danışır. Otur, bax, seyr elə. Yəni qiymət möhtəşəm. Mən burada da görəcəksiniz, bu hamam ayrı, sanuzellərə, hamısının yerləri akkuratla düzəldilib. Əlaqə saxlayın, yoluna qoyun, yeri də yaxşı yerdir, düz yerdədir. Sağ olun, var olun.